Salam benim izleyicilerim, salam benim canlarım. Ben bugün tembel piraşkısı hazırlayacağım. Ben 3 tane yumurta ilave elədim. Qatığın içine 1 çay kaşığı tuz, 1 çay kaşığı da soda əlavə. Çay kaşığı da peso əlavə elədim. Şimdi ben yaxşı çalım. Unumu eləmişəm, unum hazırdır. Çok da katı olmayan, çok da duru olmamalıdır. Böyle bir xəmir almış. Buna deyirlər tembel piraşkisi. Xəmir yoğurmadan. Дорогие мои, я сегодня готовлю пирожки, ленивые пирожки. Сюда я добавила 2 большие чашки кефир, домашний кефир, гакык по-нашему, сода чайная ложка, соль чайная ложка, сахар чайная ложка и 3 яйца. İndi əvvəlcədən doğradığım göy soğanı çüydü əlavə edirəm. Я добавила, который я нарезала заранее, укроп и зеленый лук. Çok güzel. Xəmiri yoğurmayan güzel bir piraşka alınır. Qaşıqla əlavə edirəm. Xəmirlə çox boş və çox bərk olmamalıdır. Alacaq xəmirlə biraz qatı. Canlarım mənim çox gözəl uçlu alınır piraşkalarım. Eğer kiminsə evində sodası yoxsa, drojla, kabartma tozuyla əlavə edə bilər, əvəz edə bilər daha doğrusu. Şimdi razmerin özünüz müəyyənləşdirir. Nə qədər, nə ölçüdə eləyir piraşka. Ben böyük ölçüdə həmişə piraşka eləyirəm. Дорогие мои, у кого дома чайной соды нет или не хотите чайную соду, можно заменить чайную соду или разветвительную, или с дрожжем. Тоже так вкусно получается. С дрожжем я тоже делаю. Очень пышно получается. Сейчас попробуем. Будет. Такая пышная, такая хорошая. Смотрите. Вообще классно. Çok güzel. Prямо ağızda eriyor. Hazırlayıp yiyenlere nuş olsun. Allah hamınızın ruzunuzu, bereketinizi bol eylesin, canınızı sağ eylesin. Benim güzel izleyicilerim. Шикарно прямо. Аппетитно прямо. Bu piraşkini de ev acıkasıyla əlavə edib yersən, lap güzel alınır. Aromatını, güzel ətirli acıkalarınızdan, hazırladığınız acıkalardan əlavə edib nuşcanla nuş edə bilərsiniz. Еще добавьте домашняя аджика, которая у меня тоже есть.
писать позже, которые я сама готовлю всегда, дико. Разные я готовлю. Это с помидором, с перцем. Еще я готовлю очень вкусно с черным сливом. Просто шикарно, обалденно. Попробуйте, кушайте на здоровье.